Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsində Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün düşən sakinlərlə görüş keçirildi. 30 ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərində, o cümlədən Kəlbəcərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsini, ağır işgəncələrə məruz qoymasını xalqımızın heç vaxt unutmayacağı qeyd olundu. Başlıbellə yanaşı Ağdaban, tunel qətliamlarının da bütövlükdə insanlığa qarşı amansız cinayət olduğu qeyd edildi. İştirakçılara böyük qayıdışa dair 1-ci dövlət proqramına müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərin dirçəlməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün icra edilən iri miqyaslı layihələr barədə ətraflı məlumat verildi. Xatırladaq ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində 62 nəfər qadın, uşaq və qoca evlərini vaxtında tərk edə bilmədiklərinə görə təbii mağaralara sığınmağa məcbur olub, işğaldan 18 gün sonra erməni silahlı qüvvələri onların yerini müəyyənləşdirərək sığınacaqlara hücum edib və kütləvi qətliam törədiblər. Nəticədə 17 dinc sakin girov götürülüb, 18 nəfər qətlə yetirilib, 1 nəfər itkin düşüb, 8 nəfər yaralanıb. Yaralılar və sağ qalanlar dağlara çəkilərək kahalara gizlənib. Yalnız 113 gündən sonra gizli dağ yolu ilə mühasirədən çıxa biliblər.